Həqiqətən Rəbbim bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin 2/3-dən az, bəzən yarısını, bəzən də 1/3-ni ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qur'andan sizə asan gələni oxuyun. O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədi ilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qur'andan sizə asan olanı oxuyun. Namaz qılın, zəkatınızı ödeyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əhv etməsini istəyin. Şübhəsiz ki, Allah bağışlayandır, rəhimlidir.